Salam değerli əziz izləyicilərimiz. Bu günləri Binə Mərkəz 88 nömrəli məktəbin 100 metrlik məsafəsində sizin üçün 2 sotda 5 otaqlı, tam təmirli, yəni çox cüzi xırda işləri qalıb değerli dostlar. Bu hissəsi gördüğünüz kimi manqalxanasıdır, yəni oturmaq üçün yayda manqalıdır. Yay mətbəx kimi yerdir, düzəlibdir değerli dostlar. Qiyməti də ki videonun sonunda deyəcəyik inşallah. Değerli dostlar, sizden xahişim videonun sonucan izleyin ki tam ətraflı sizə məlumatı verim. Evimizin dört bir tərəfi yəni açıqdır, qəşəng, geniş, işıqlı evdir. Əsas yolla da arası məsafəsi 400-500 metrdir. Həyətinə rahatlıqla maşın daxil olunur. Jaluz qapılıdır. Değerli dostlar, indi keçəyin evin İçiyle tanış edeyim değerli dostlar. Girişte böyle bir koridorumuz, qəşəng, tam təmirlidir değerli dostlar. Yani bu evi alan uduzmaz. Paket qupçalıdır. Bunu da nəzərinizə çatdırın ki paket qupçalıdır. Burada bizim sol tərəfdə böyle bir qonaq otağımızdır. Qəşəng, genişli qonaq otağımız. Çox səliqəlidir. Pərdələrinə kimi asılıbdır. İstipoldur. 1 ile 2'nin arasında beton monolitli değerli dostlar. Listrumuza kimi asılır. Bu hissədə bizim mətbəximizdir. Değerli dostlar, mətbəximiz də qəşəng genişdir. Çox gözəldir, səliqəli evdir değerli dostlar. Keyfiyyətlə tikilmiş evdir. Tam ətraflı sizin üçün göstərim. İndi keçək aşağıdakı yatağı otağı ile tanış edeyim. Bu hissədə bizim böyle bir yatağı otağımızdır. Aşağı mərtəbənin sanuzeli değerli dostlar. Bu hissədə kombi yeridir ve burada paltar yuyan maşın üçün yeridir değerli dostlar. İşıqlarca da hər bir şey qoşulacaq. Onsuz da çox cüzi xırda bir işləri qalıbdır. Qalxaq ikinci mərtəbəyə. İkinci mərtəbəmizdə çox qəşəng evdir, həqiqətən də istifoldur gördüyünüz kimi. Değerli dostlar, bu hissədə ikinci mərtəbədə bizim sanuzelimizdir. Burada böyle bir geniş yatağı otağımızdır. Bu yukarıdaki ikinci yatağı otağıdır ve əlavə olarak yatağı otağından sanuzelə daxil oluruq değerli dostlar. Burada bizim yukarıdaki qonaq otağı dostlar gördüğünüz gibi. 2 qonaq otağı, 3 yataq otağı değerli dostlar. Ve balkonumuza da çıkalım inşallah. Balkonla da tanış edeyim. Değerli dostlar, gördüğünüz gibi balkonumuz da qəşəng geniştir. Bu evimizin qiyməti 195.000 manata deyilir. İnşallah gəldinizdə real alıcı ilə danışıb razılaşma olur. Allah alanı satanda xeyir versin. Sağ olun.